Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində Azərbaycanın tutulmasının başa çatdırılması mövzusunu izah edirəm. Belə ki, 1066-cı ildə Şirvanşahları tabe etməklə Səlcuqlar Azərbaycanın işğalını başa çatdırmışdı. 1239-da Dərbəndi tutmaqla Monqollar, 1367-də Şirvanşahları tabe etməklə Cəlalilər, 1400-cü ildə Əlincəni tutmaqla Teymurilər, 1551-də Şəkini tutmaqla Səfəvilər Azərbaycan işğalını başa çatdırmışdı. Bu qeyd elədiyim illər və hadisələr oxşar xüsusiyyət ola bilər. Bir də burada 1828-də İrəvan xanlığının işğalı ilə Rusiya Azərbaycanın şimalının işğalını başa çatdırmışdır. Bəlkə sizin əlavəniz varsa bu siyahıya rəylərdə qeyd edə bilərsiniz. Əziz bilgələr, bu dəfə sizə Azərbaycanın ən layiqli, ən ləyaqlı ömür sürən dövləti olan Şirvanşahların asılı düşdüyü dövlətlər yaxud hökmdarlar bölməsinin oxşarlığını çəkirəm. Deməli, 1-ci 10-cu əsrdə Sacilər dövlətindən asılı düşüb Şirvanşahlar Yusif ibn Əbu Sac asıl salıbdır. Salarilərdə də 10-cu əsrdədir. Mərzban ibn Məhəmməd asıl salıbdır. 1066-cı ildə Səlcuqlar tərəfindən asıl salınıbdır. Alparslan asıl salıbdır. Atabəylərdən Şəmsəddin Eldəniz bir dəfə asıl salıbdır. Sonra Şirvanşah müstəqilliğini bərpa etmək istəyəndə Qızıl Arslan yenidən asıl salıbdır. Xarəzmşah Cəlaləddin 1227-ci ildə müqavilə imzalayaraq asıl salıbdır. Hülakülərdən elə Hülakü xan asıl salıbdır, 2-ci Axisani asıl salıbdır. Cəlalilər 1367-ci ildə asıl salıbdır Şirvanşahları, Kavus ibn Keyqubat hakimiyyətdə idi. Şirvanşahlarda, Cəlallərdə də Şeyx Üveysi idi. Teymurilərdən 1386-cı ildə Əmir Teymur asıl salıbdır, 1-ci İbrahimi asıl salıbdır. Qaraqoyunlular 1412-ci ildə Qara Yusuf asıl salıbdır bunları, onlar da yenə 1-ci İbrahim idi hakimiyyətdə. Bir də Səfəvi dövlətindən 1-ci İsmail asıl salıbdır. Bir şeyə nəyə diqqət edirsiniz? Səfəvi dövlətinin məsələsini keçən imtahanların birində də belə bir problem yaşanmışdı. Səfəvi dövlət tərəfindən süquta uğradılması ayrı bir məsələdir. Amma 1-ci İsmaildə o dövləti yaradandan sonra qeyd edib ki, Şirvanşahları və Şəki hakimliyini özündən asılı salmışdı.